məqsədimdən yayına bilmərəm. Yəni heç kim yayındıra da bilməz. Yəni mən buna ən əsasda inanıram. Çünki yenə də istəyirəm bayrağımı dalğalandırmaq, bu hissi yenə yaşamaq istəyirəm. Çünki bu hissdən ötə bir şey tanımıram mən. Yəni bilmirəm. Ləzzət elədi yarışda gəzmək. Həmişə arzum olub. Yəni də bunu gerçək elədim. Çox ləzzət elədi, çox. ...1998-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Ailənin tək uşağıyam. İlk dəfə idmana 2007-ci ildə Lənkəran şəhərində başlamışam. İlk yarışlarımda artıq çempion olmağa başladım. İlk çempionluğumda 8 yaşım var idi. Mənim üçün ən böyük motivasiya idi ilk yarışımda çempion olmaq. Sonra yenə ikinci yarışımda çempion oldum, üçüncü yarışımda da çempion oldum. Baxıram artıq qızıl medallara gedirəm və bu vaz keçilməz bir hava gəldi mənim üçün ağır atletika. Sonra yığma komandaya məni cəlb elədilər. Artıq 11 yaşım var idi. Mən artıq yığma komandadaydım. Ən balaca yeniyetmə olsam belə. İlk beynəlxalq uğurum, belə deyim, 2012-ci ildə dünya çempionatına qatıldım yeniyetmələr arasında. Çox təəssüf onda qolum zədələndi. 3-4 ay idmandan uzaq qaldım. Onu yenə də hazırlaşdım. Gəldim 2013-cü ildə Avropa çempionu oldum. Bu qol zədəsindən sonra. Litvanın Klaypeda şəhərində oldu. 60 kiloda 3 qızıl medal qazandım və 3 Avropa rekordum mən imza atdım ilk dəfə. Və Avropanın ən güclü idmanı seçildim həmin il. ...2016-da Rio de Janeiro'ya lisenziyonlu yarış olacaqdı. Dünya çempionatı böylər arasında. Mən təbii onda hələ 16 yaşındaydım. Çox güclü olduğum üçün mü deyim, yəni idmançı olmadığımdan mı deyim, ən güclü mən idim deyə məni bütün yaş kateqoriyalarında mənə aparırdılar yarışmalara. Yarışın ən balaca idmançısı mən idim, 16 yaşım var idi. 120 kilo birdən qaldırma elədim, 148-i təkanla qaldırma, 46 nəfərin içində böyüklər arasında 13-cü yerə çıxdım. Bu inanılmaz bir nəticə idi və gözəl xal da verdim. Yəni ölkəmə ki, Rio de Janeiro'ya getməyə lisenziya qazanılsın. Şəm! 5 gün sonra da gənclər arasında Avropa çempionatı olacaqdı. Ağır bir yarışdan sonra. Ən azı bir 2 ay falan dincəlmək lazımdır. Təbii ki, mənim qolum zədələnmişdi nə vaxtsa da. Amma mənə dincəlməyə təəssüf ki, imkan vermədilər. 2 həftə sonra məni gənclər arasında Avropa çempionatına apardılar. Kiprin Limassol şəhərində baş verdi. O yarışda da ən balaca mən idim və birdən qaldırmada 3-cü yerə çıxdım. Təəssüf ki, təkanla qaldırmada çempionluğa gələrkən ikinci yanaşmamda 148 kiloda həmin o zədəli qolum çıxaraq ağırlıq belimə düşür. Özümü biraz toparlamağa çalışıram ki, bu anı belə görüm, xatırlayım da, bilim, yaşayım. Sonra məni gəldilər, apardılar xəstəxanaya ki, yaxşı həkim axtarırdılar ki, məni əməliyyat eləsin orada. Limassolda elə apardılar mənə əməliyyata Amerikanski centra. 148 kilo belimə düşdüyü üçün onurğamda artıq çıxılar baş verir, çıxmışdı orada onurğam. Hiss edirdim ki, belimdə nəsə düz zona bilmirəm. Əməliyyatdan çıxanda təbii ki, onda artıq ayaqlarımı falan hiss eləmirdim. Təbii ki, həkim mənə ondan sonra deyir ki, mütləqdir ki, daimi surədə sən bu müalicəni davam etdirməlisən. Yəni sən sağalacaqsan. Dərəcə idmana da qayıdarsan istəsən, amma mütləq ki, sənin müalicən davam eləməlidir. Bir müddət dəstək olunsa da, müalicəm yarıda qalmaq məcburiyyətində qaldı. 4 əməliyyat keçirmişəm. Birinci bu zədələnən vaxtı, 3 də əməliyyat da hücrə əməliyyatı deyirlər. Avstriyada onu əməliyyatını eləyiblər. Amma çox təəssüf məni əməliyyata göndəriblər. Göndərəndən sonra gəlmişəm, müalicəm olmayıb. Yəni yenə uzanmışam, boş-boş elə bir əməliyyat prosta havaya etdi. Mən Türkiyədə də müalicə alırdım, orada da artıq sağalmağa doğru gedirdim. Təbii o da yarıda qaldım maddi baxımına görə. Təbii ki, ən əsas ilk növbədə mən inanıram buna, sağala bilərəm və həkimlərin də rəyinə görə ən azından bir müddət sonra artıq çəliklə yeriməyə başlaya bilərəm, sonra da yavaş-yavaş da təbii ki, onları da aradan qaldırmaq lazımdır. Çünki mənim böyük bir məqsədim var, yenidən idmana qayıtmaqdır.
Ləzzət elədi yarışda gəzmək. Həmişə arzum olub. Yəni də bunu gerçək elədim. Çox ləzzət elədi, çox. İlk dəfə özümü belə ayaqsa selfie video çəkirəm. О, это Рустам. Красавчик. Сегодня прошел очень много. Ходит уже лучше. А главное быстрее. Bütün həkimlərin qabağında, cəmaatın qabağında çağırıb ki, görürsünüz burada 11 il sonra artıq 180 metrə qədər özünü yeriyib hərəkət edir və hələ son deyil. Bəli, son deyil, hələ davam eləməliyik. Mən sağalıb yenidən ayağa qalxacağam və ən əsas da ən böyük arzum yenidən idman qayıtmaqdır. İnşallah ki, o arzumu da gerçəkləşdirəcəm. Belə işlər.